İnsan oturub orada belə borcu, sən mənlə danışırsan. Heç kimsə səni qabağında elə belə uşaq oturmuyub. 62 yaşım var mənim. Sənin başın üçün deyilsən, mənə səhv tutasan. Səndən işim yox idi, amma bundan sonra işim olacaq. Belə söykənib belə danışanda bir kimin haqqında danışırsan. Bunun cavabı gələ bilər, gələ bilməz. Özdəki musiqini bilməyən adam gedib başını soxub Şahnazdan danışır. Onda mənim dostlarım da mənə kömək eləsə, sən necə durarsan bunun qabağında? Biz musiqi davası edirik, sən də meyxanadan qoşulmuşsan bura. Sən muğam bilirsən. Elə bir mən qoşulmuşam meyxanadan izah verəmsə ki, belə deyil, belə deyil. Nə qədər gülməli çıxır. Mənim əslində Akşinlə işim yox idi. Akşin indi bu danışığından sonra məndən xahiş elədi ki, mənim xətrimə dəyir. Akşini özün xahiş elədin də, çünki mənim səndən işim olsaydı, həmən günün, həmən dəqiqə olardı. Çünki mənə başa salırlar ki, onun günahı yoxdur. Biz demişik, sən gelib, əlim qolum qurudu ki, ev yoxda, indiyə olmadı. Amma indi sən böyük-böyük danışırsan ki, bir dost kimi mən dedim bir maraqlanım. Amma sən onu bildiğinə ki, mənim dostlarım da maraqlanırlar. Əgər bilməksənsə, o dost qədri bilirsənsə, mən hamının qabağını almışam ki, bu şodur, o elə oğlan deyil, mənim xətrim istəyən adamdır, qruplar, qoşublar. Sən biləsən ki, sənə görə milyon mənə zəng gəlib ki, o kimdir? Qaldı da ki, deyirsən ki, adama ruh verərlər. Sən nə bilirsən ki, muğamla, elə bir manah meyxanaya qarışıb da, sən nə bilirsən ki, muğam nədir, sən ona izah verirsən ki, buna. Bəs mən ona deyirsən, oxuyar, niyə oxumur? Bəs sən bilirsən, o böyük sənətkərlər mənə deyəcək ki, ayıb olsun sən. Sən deyirsən, oxuyacaq. İndi mən sənə deyirəm ki, o Şahnazı oxusa, mən gedəcəm sənətdən. Oxusa, oxuya bilməsə, söz verginən ki, sən deməyəsən, meyxana çıxıb gedərsə, onda bilərsən sözü kim düz deyir. Mən bilmədiyim şeyi danışmıram. Nəfəsi məndən çox istəyən yoxdur. Mən onu çox istəyirəm, yaxşı da oxuyandır. Söhbət Xan əmidən gedir, Şahnazdan gedir. Onda oxusa deyəcəm ki, Şahnaz 2 nəfər oxuyub. Biri Xan əmidir, bir də nəfəsdir. Ayıbdır dedim. Məcbur edirsən. Mən görsəm bu temaya gəlmirdim. Hamıya da xahiş edirdim ki, insan oturub orada belə borcu, sən mənlə danışırsan. Heç kimsə səni qabağında elə belə uşaq oturmuyub. 62 yaşım var mənim. Sənin başın üçün deyilsən, mənə səhv tutasan. Səndən işim yox idi, amma bundan sonra işim olacaq. Sən mənim canım.